Mükəmməliyyətçilik anlayışı ilə ilk dəfə tanış olanda 10 yaşında idim. Valideynlərim tez-tez deyirdi, hələ 2 yaşındaykən boya ilə şahəsərlər yaradırmışam. Həqiqətən də gözəl çəkirdim və böyüdükcə rəsm çəkməyi daha çox sevirdim. Sonunda valideynlərim qərar verir ki, mən rəsm kursuna gedim, bu istedadda ölməsin düşüncəsi ilə. Və mən kursa başlayıram. Necə olur ki, bir həftə ərzində kursdan da imtina edirəm, bundan danışım. Müəllim ən bəsit addımları izah etməyə çalışır və onları etdikcə, mənə çox sadə şəkillər çəkməyi öyrətdikcə mən öz-özümə sual verirəm ki, mən hələ karandaşla çəkmədən sıfırdan boya ilə belə gözəl şəkillər yarada bilirəmsə, bu kursa getməyimin nə mənası var? Mən orada bilmədiklərimi öyrənmək istirdim, daha çətin rəsmləri sınamaq istirdim, amma orada sərgiyə göndərilən şəkillər belə mənim düşündüyümdən qat-qat aşağı səviyyəli şəkillər idi. Təbii ki, o uşaq ağlıma görə, fikrimcə. Belə olduğu halda mən niyə bu kursa gedirəm, heç nə öyrənmirəm, oradakı hamıdan da qəşəng çəkirəm deyə kursdan imtina eləmişdim. Və aylar sonra əmim mənə ömür boyu xatırlayacağım bir dərs vermişdi açıqlamada.